Salam, hər vaxtınız xeyir olsun. Bəli, sizin də qeyd elədiyiniz kimi Azərbaycanda ilk dəfə olaraq vərəm xəstələri üçün hemodializ kabineti yaradılıb və artıq ilk xəstə qəbulu və müalicəsi işi də gerçəkləşdirilib və elə bu addımda Ağciyər Xəstəlikləri Mərkəzinin təşəbbüsü ilə reallaşıb. Daha təfərrüatlı informasiyanı və kimlər hansı formada müraciət edə bilərlər, bununla bağlı informasiyaları hazırda qonağım Abşeron Regional Xəstəxanasının baş həkimi Aygün Xəllilovadan əldə edəcəyik. Xoş gördük Aygün xanım. Buyurun, təfərrüatları sizdən eşidək. Demək, Ağciyər Xəstəlikləri Mərkəzinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə vərəm xəstələrinə hemodializ proseduru üçün otaq yaradılıb və burada əsas məqsəd odur ki, vərəm xəstəliyi ilə yanaşı eyni zamanda xroniki böyrək çatışmazlığının da müalicəsi aparılsın. Artıq ilk pasiyent hemodializ müalicəsi ilə cəlb edilib və hemodializ kabinetində bir ədəd müasir tipli Almaniya istehsalı olan Fresenius Medical Care hemodializ aparatı quraşdırılıb. Bütün əlavə tibbi avadanlıqlar kabinetdə mövcuddur, ehtiyac olanlar və hemodializ kabineti Abşeron rayon mərkəzi xəstəxanası kömək vasitəsilə bir həkim mütəxəssis, bir tibb bacısı və bir laborant ilə təmin olunub. Və sözügedən xidmətin təşkilində əsas məqsəd vərəm xəstəliyindən əziyyət çəkən pasiyentlərin digər dializ alan pasiyentlərlə təmasını aradan qaldırmaq, rahat şəkildə vərəm xəstəliyinin müalicəsi ilə yanaşı vərəm xəstəliyinin müalicəsinin aparılmasına şərait yaratmaqdır. Görülən tədbirlər Ağciyər Xəstəliyi Mərkəzinin pasiyentlərə təhlükəsiz, fasiləsiz və keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində atdığı mühüm addımlardan biridir. Gələcəkdə bu xidmətin digər Şəmkir və Qobustan regional xəstəxanalarında da təşkil edilməsi nəzərdə tutulmuşdur. Təşəkkür edirəm informasiyaları bizlə paylaşdığınız üçün və elə bir daha bu məlumatda xatırladım ki, vərəm xəstələri üçün hemodializ kabineti yaradılıb. Azərbaycanda ilk dəfə olaraq bu addım atılıb və elə bu addımın yenə bu cür əhəmiyyətli olması da məhz elə həmin xəstələrin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir ki, məhz bu istiqamətdə görülən işlərin nəticəsində hemodializ kabineti yaradılıb və elə təfərrüatlı informasiyaları da əldə etmiş olduq. Çatdıra biləcəklərimiz isə bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsənə məlumatı çatdırdığına görə.